Salam əziz şagirdlər. Bu video dərsdə biz sizlərlə ərimə və bərkimə mövzusunu keçəcəyik. Gəlin dərsə belə bir video çarxa baxmaqla başlayaq. Siz yəqin ki, hər biriniz isti yay aylarının sevimlisi olan dondurmanı sevirsiniz. Video çarxda gördüyümüz kimi, maye vəziyyətində olan dondurmanı dondurucuya qoyur və bərkiməyə başlayır. Bu dərhal baş vermir. Bərkimə prosesi müəyyən bir müddət tələb edir. Bərkimə prosesi zamanı maddənin aqreqat halında dəyişiklik baş verir. Bizim artıq maddənin aqreqat halları haqqında müəyyən qədər məlumatımız var. Maddənin 4 aqreqat halı var. Bunlar bərk, maye, qaz və plazmadır. Bərk maddələrin temperaturunu artırdıqda, yəni qızdırdıqda bərk maddə mayeye çevrilir. Bu proses ərimə adlanır. Mayeləri qızdırdıqda isə onlar qaza çevrilir və bu proses buxarlanma adlanır. Bu proseslər əksinə də baş verə bilər. Yəni, maddələrin temperaturunu azaltdıqda, soyutduqda, məsələn, qazları soyutduqda mayeye çevrilir. Bu proses kondensasiya adlanır. Mayenin temperaturunu azaltdıqda isə maye bərk maddəyə çevrilir. Bu proses isə bərkimə və yaxud kristallaşma adlanır. Bərk maddə molekulları nizamlı və sıx düzülüşə malikdir. Maye molekulları isə nisbətən az nizamlı düzülüşə malikdir. Maye molekulları arasında itələmə qarşılıqlı təsir var. Bərk maddə əridikdə maye halına keçir və bu zaman maddəni təşkil edən molekuların nizamlı düzülüşü pozulur. Temperatur artdığı üçün molekuların hərəkət sürəti və molekular arasındakı məsafə artır. Qazları təşkil edən molekular arasındakı məsafə onların öz ölçülərindən çox-çox böyükdür. Buxarlanma prosesində maddə maye halından qaz halına keçir. Maddəni təşkil edən molekullar bir-birindən uzaqlaşmağa başlayır və onlar arasındakı məsafə artır. Molekullar bir-biri ilə toqquşaraq xaotik hərəkət etməyə başlayır. Sizlər gündəlik həyatınızda ağzı bağlı qazanın qapağını açdıqda, qapaqdan suyun damcıladığını müşahidə etmisiniz və bu hadisənin necə baş verdiyini yəqin ki, başa düşməyə çalışmısınız. Az əvvəl qeyd etdiyimiz kimi, maddənin qaz halından maye halına keçməsinə kondensasiya deyilir. Yəni, qapaqda su damcılarının əmələ gəlməsinin səbəbi buxarın soyuyaraq kondensasiya etməsidir. Kondensasiya zamanı molekular arasındakı məsafə azalır və molekular bir-birinə yaxınlaşır. Həmçinin öyrəndik ki, temperaturun azalması ilə maddənin maye halından bərk halına keçməsinə bərkimə və yaxud kristallaşma deyilir. Bildiyimiz kimi, maye molekulları nizamsız düzülüşə malikdir. Maddə maye halından bərk halına keçəndə molekular arasındakı məsafə azalır və molekular nizamlı düzülüşə malik olur.